Bədənimizdəki xallar nə deyir? Bu xal dərinin daha dərin qatında yaranır. Ona görə də qabarmış və bəzən dərinin rəngində olur. Çox vaxt tamamilə təhlükəsizdir və heç bir problem yaratmır. Bu xal isə həm dərinin səthində, həm də alt qatında yerləşir. Elə buna görə də biraz qabarmış və qəhvəyi rəngdə olur. Adətən gənclik dövrlərində yaranır və zərərsizdir. Amma böyüyərsə və rəngini dəyişərsə, mütləq həkim yoxlanışına getmək tövsiyə olunur. Gördüyünüz bu xal dərinin üst təbəqəsində yaranır və səthi formada olur. Tünd ləkə kimi görünür. Adətən uşaqlıq və yeniyetməlik dövründə əmələ gəlir və təhlükəli hesab olunmur. Bu isə doğulandan yaranır və səbəbi ana bətlində pigment hüceyrələrinin toplanmasıdır. Kiçik ölçülü olduqda təhlükəsizdir, amma böyük olanlar mütləq həkim nəzarətində olmalıdır. Bu xalın forması və rəngi digər xallardan fərqlidir. Yəni kənarları nizamsız və rəngi qarışıq olur. Özü xərçəng deyil, amma risk göstəricisidir. Əgər dəyişiklik olarsa, həkimə müraciət etmək lazımdır. Mən Asil Mif. Birlikdə hər gün öyrənək.